Assalamu alaykum kasbdoshlar. Biz bugungi darsimizda oldingi soat so'zlagan umurtqa tövriklari degan darsimizning davomini so'zlaymiz. Oldingi soatlik darsda biz vertebra cervicalis bo'yin umurtqasi, vertebra thoracica ko'krak umurtqasi bularni ko'rib chiqqandik. Bugungi soatlik darsimizda biz bel umurtqasi ve 9 ko'z so'ngi bilan shundaqla quyruq so'ngi bilan tanishib chiqamiz. Oldingi soatlik darsimizdan deb o'tib ketgandik. Bir tipik vertebrada nimalar bo'ldi deganda korpus, uning gövdesi, arkus, uning yay shakldagi kameri. Arkus yani ikki qismdan bo'linadi. Nimaga ayriladi? Pediculus arcus vertebra, ya'ni mush arkusning yiltizi bilan lamina arcus vertebra deb bu ikki turga bo'linadi. Uningdan boshqa korpus bilan arkusning o'rtasida shakllangan mana shu foramen vertebra bor. Hamda buningdan boshqa o'sikchilar bor. Processus spinosus degan mana shu bisliq, ushliq o'sikcha va uningdan boshqa processus transversus degan yon tarafga o'sgan shu ikki o'sikcha. Uningdan boshqa ustidagi va ostidagi vertebralar bilan bo'g'im shakllantirish uchun ustiga va ostiga o'sgan processus articularis superior va bu yerda ko'rinmagan ostidagi processus articularis inferior bor. Ana bu har qanday bir tipik vertebrada normal bir vertebrada bor bo'lishga tegishli tuzilishlardir. Undaq bo'lsa biz bugun vertebra lumbalis bilan tanishib o'taylik. Vertebra lumbalis bizning bel umurtqamiz. Vertebra lumbalisdan 5 tane bor. Bu L1, L2 deb ta L5gacha mush shaklda ifodalanadi. Mana bu yerdagi belimizga 5 tane umurtqa vertebra lumbalis. Mana bu yerga qarasanglar, normal bir vertebraga o'xshash corpus bor, arcus bor, foramen vertebra bor, processus transversus bor, processus spinosus bor, processus articularis bor. Naxolsa bu vertebrani başqa vertebralardan fərqləndirdiğin alaylik nima deganda birinchisi processus accessorius degan siyriq rangda bo'yalgan qo'shimcha o'sikcha, ikkinchisi processus mammillaris mana bu yerga yeshil rangdagi processus articularisning ustiga o'sib qolgan kichik o'sikcha. O'ng tarafdagi bu rasmimizda bu nihoyat aniq ko'rsatilgan. Mana qaraydigan bo'lsanglar, processus accessorius mana shu. Undan keyin bu yeshil rangda bo'yg'unim mana bu yerdagi kichik processus mammillaris. Demak, vertebra lumbalisni boshqa vertebralardan farqli qilib turgan alaylik nima deganda birinchisi mana processus accessorius, ikkinchisi processus mammillaris. Faqat normal tipik vertebralarga mush ikki narsa qo'shilgan vaqtda buni qarablam, bu vertebra lumbalis deganda farq etalaymiz. Undan keyin diqqat qilgan bo'lsanglar, vertebra lumbalisning yon tarafiga chiqqan processus transversusi boshqa vertebralarnikiga qaraganda alayda uzun. Costa deganimiz bilamiz. Qovurg'imiz vertebra lumbalisdagi processus transversus alayda uzun bo'lganlik uchun va vertebra lumbalisdagi processus transversusni yana processus costarius deb ataydi. Buni bilib qo'ysak bo'ldi. Agar oldimizga processus costarius degan gap chiqib qolsa, bu demak vertebra lumbalisga, vertebra lumbalisning processus transversusga deb bilsak bo'ladi. Vertebra lumbalis hozir cho'g'laydi. Yana bir qarab o'tib ketaylik. Qaraydigan bo'lsanglar, butun vertebralarda bor bo'lgan alaylikning hammasi bor. Hamda uning qo'shilib, ana kichik miyada va miyada processus accessorius bor. Uningdan boshqa miyada va miyada bek kichik bir o'sikchi bo'lgan processus mammillaris bor. Boshqa vertebralarda farqlanadigan yeri mush. Hamda biz birlikda os sacrum, ya'ni 9 ko'z so'ngimiz bilan tanishib o'taylik. Mana rasmdagi so'ngak bizning 9 ko'z so'ngimiz. Bu sacrum so'ngini jami 5 tane vertebra sacralis bir-biri bilan qaynashib ketib, birlashib ketib, yolg'iz birli so'ngak holatiga keldi. Vertebra sacralis biz bularga S1, S2 deb ta S5gacha ismlantirib ma'amiz. Mana bu S1, birinci vertebra sacralis, S2, S3, S4 ve S5 deb mana bu yerda tamamlandı. Biz sacrum so'ngini o'rgangan vaqtimizda o'ng tarafdagi rasm bu keyindan ko'rinishdagi holati, qolgan sol tarafdagi rasmlar bo'lsa hammasi oldindan ko'ringan holati. Shu ikki shakl bo'yicha ayrim-ayrim o'rganib chiqamiz. Keyindan ko'ringan bu yuzini biz facies dorsalis deb ataymiz. Oldidan ko'rilgan bu yuzini bo'lsa
facies pelvica deb ataymiz. Naxos biz birlikte başta köygünaladak aldı yüzü boğan facies pelvicalardaki bəzi tüzlüklər bilan tanışıb çıxaydı. Birinci bo'lib qarsanlar, bu işlərində boyalğan yerini biz bazis ozzisacri deb ataymiz. Yəni bu sakrumның asasi uli. Bazis degan gapni o'tgan saatda ko'rgandik, nim degan gapdi. Asasi uli degan gapdi. Bazis ozzisacri degan gap bundan olsa, sakrum so'ngininki uli asasi degan gap. Endi mavi işlərindəki qarsanlar, bu yəni biz apex ozzisacri deb ataymiz. Yəni sakrum so'ngininki uchi. Demek sakrum so'ngininki asasi nədikə, üstüdikə, uchi nədikə, yəni çoxqısı nədikə, pəstikə. Apex degan gap, çoxqısı degan gap doğru mana. Bayam deb ötüb ketgandik. S1, S2, S3, S4 və S5, yəni vertebral sakralisinin şu 5'si qaynışıb, birləşib ketgan vaqtida, mana şu birləşgan yerdə kiçik bir sızıqçı payda buldu. Hər birisini oturdu mana. Miyədə yeşilrəngli köstüldü. Mana miyələr qarsanlar bir sızıqçılar var. Mana şu sızıqçılarını biz toğrısığa boğan sızıqçılar boğanlıq üçün linear transvers deb atayımız. Əmdə şu aldı yüzüdəki töşükçülərini biz foramina sacralia anteriora deb atayımız. Mana bunun deyinken şu latinci xətlərini oxusanlar əməliyyatda sözün mənisindən özü çıxıdı nemilikini. Foramina deyən töşük deyən gəpdi. Sakral deyən oqus göz sönki deyən gəpdi. Anterior deyən aldı deyən gəpdi. Demək bu sakral sönükininki aldıdaki töşükçülərə edib, mana şu latinci çıxarsaqlan bilələyimiz. Əmdə qarsanlar bazis ozzisacri müşəyəti, mana müşəyənin səl pəstələr bizə işığa çıxan azraq bir yeri var, mana yeşilrəngli köstülgən. Yəni biz promontorium deb atayımız. Mana şu aldığı biraz çıxan müşəyəni biz Uyğurcada tumşuq deb atayımız, latincədə promontorium deb atayımız. Əmdə qarsanlar ma yeşilrəngli boyalğan bu yer qanat oxşab kitatılığı. Onlaşqa biz bu yəni Allah ozzisacri deb atayımız Uyğurcadakı 9 göz qanati degan yer şu. Əmdi bəzi anatomi kitaplarda Allah ozzisacrini faqatla üstü tərəflam deb elindi. Bəzi kitaplarda bolsa şu həmmə yerini ağanmış iki tərəfdə ecilğanmış yerinin həmmisini Allah ozzisacri deydi. Onlaşqa bəzi kitaplardakı bu oxşumaslıqmı insanlarda tusu buludu. Əmdi biz birlikdə bu sönkümüzdənki arqa yüzü boğan facies dorsalislərdəki bəzi tüzlüklər bilan tanışıb çıxaylı. Birinci bo'lib qarsanlar, processus articularis superior. Yəni articularisin köygən vaxtımızda həbiyyədə bir boğum şəkillənən deyə his qılad. Normal bir vertebranın processus articularisi çoxum bağlıdır. Superior, inferior deb üstüdəki, asıdəki bağlıdır. Əmdi qarsanlar demək S1-nin yəni sakral kemiknin birincisidən mana processus articularis superior ba. Bu rəsmdə bu texmi iniq görülgən. Qarsanlar mana bizdən lumbal sönkümüz bilən, bəl umurtqularımız bilən birlikdə boğum hasıl qıldı. Demək S1-ninki processus articularis superiorsi başqa S2, S4, S5-lərə oxşaş bir-birisi bilan qaynışıb getməyənlik üçün mana ən üstüdə çox cəyib duruvatıdı. Nimdə bataydıqımız biz bunu processus articularis superior deb bataydıqımız. Əmdə deginimizdək, hər qanaq normal bir vertebranınki processus articularisi bağ buladı. Unasma başqalarına mı bağmı deyəndə əsli bağ. Lakin bunlar qaynışıb, birləşib ketgənlik üçün bularning hammasi birləşib miyədimində bir qır hasıl qıldı. Mana miyədə kök rəngli boyalğan. Mana şu qır əməliyyatda nimikə processus articularislərinki birikişidən payda bolğan qırğa. Bu qırның ismi nima olsanlar crista sacralis medialis deyimiz. Crista deyən gəp qır deyən gəp. Bir vertebranın onundan başqa yana nima isbatı sanlamış ən keynədə çox cəyib doğan uçluq, bislıq bir ösükçüsü vardı. Onu nimdə bataydı? Processus spinosus deb bataydı. Yəni sakral kemikdəki şu vertebralarının demək processus spinosusları birləşib otturdakı uçluq bir qırna hasıl qıldı. Bu uçluq qırını biz mana yeşil rəngdə boyalğan crista sacralis mediana deb atayımız. Əmdi yana oxşaş, yəni qaysı ösükçüsü var deyirsanlar, iki tərəfdə yan tərəfə ösüb çıxan processus transversus deyən ösükçü vardı. Göz aldığınızı keltironlar mən deyən isimlərini. Bu ösükçülər birləşib getib, qaynışıb getib nima hasıl qıldı deyirsanlar, mana iki tərəfdə crista sacralis lateralisini payda qıldı. Seyrək rəngdə boyalğan mana mişəni. Əmdə biz bu yer neymiş crista sacralis dedik deyirsanlar, sakral kemikninki qırılırkə deyən gəp, mediana deyən gəp, otturda deyən gəp. Mana bu yeşil qır otturda boğanlıq üçün fəqət
Bir talla bo'lganligi uchun şu buni biz crista sacralis mediana deb ataymiz. Bu nima tuzabdika buni deganda processus spinosuslar tuzibdika. Crista sacralis medialis ma yan tarafdagi qir bilan ma o'tturdagi qirni orasida bo'lganligi uchun şu buni medialis deb atadik. Medialis o'tgan soatlik darslardan bilamiz, ikki narsani o'ttirisida degan gapdi. Crista sacralis medialis bayam deb o'tib ketdik. Nimadan tuzildika? Processus articularislardan tuzildika. Endi mana bu seriq rangliki crista sacralis lateralis. Lateralis degan gapdi, yon tarafda degan gapdi. Demak, bu qir mana yon tarafda bo'lganligi uchun shunlashqa biz buni lateralis deb atadik. Unas crista sacralis lateralis nimalardan tuzildika? Processus transversuslarninki birikishidan hosil bo'ladi. Endi biz tipik vertebralarda o'ttirdik to'shikni nima deb atagandik? Foramen vertebra deb atagandik. Bu sakral suakninki foramen vertebrasi, ya'ni to'shiklari bir bilan birlashib nimani hosil qildi desalar, canalis sacralisni hosil qildi. Mana bu yerda canalis sacralisni hosil qildi. Mana bu yerga qarasanlar, bu canalis sacralisninki yon tarafdan kesgan holati. Mana bu yerda bir kanal hosil bo'ldi, neychi hosil bo'ldi. Ona biz aldığımız saat dərslərdən insanlar balla. Normal vertebralarninki şu foramen, yani töşükləri üstüge kep nimini hasıl qatdi? Canalis spinalisini hasıl qılatdi. Buna olsa bu sakral vertebralar bir-bilan birleşib ketib o'ttirdik töşükçe nimini hasıl qildiki? Canalis sacralisini hasıl qildiki. Bunu unutmayın. Ondan keyin şu astıda canalis sacralis tugaydigan yerni biz hiatus sacralis deb ataymiz. Hiatus sacralis. Ondan keyin mana shu o'ttirdagi hiatus sacralisninki atrofida ikki tal munguzdak bir yer bor. Bu yani biz nima deb ataymiz? Mana yeshil rangli bo'yalgan ikki yer shu cornu sacrale deb ataymiz. Cornu degan gap munguz degan gap. Türkçedeki boynuz, cornu sacrale deb ataymiz. Bu suakni yan tarafga çöөрgen vaqtimizda maşa holatda buludu. Mana yeshil rangda bo'yalgan bu yani biz facies articularis deb ataymiz. Yani articularisni ko'rsanlar bu bir yerda bo'g'im shakllantirgan deb tushunsanlar bo'ldi. Kas tarafdagi boshqa suaklar bilan birlashib bu yerda bir bo'g'im hosil qiladigan yuzi bor. Bu yuzni biz facies articularis deb ataymiz. Mana qarasanlar bayamqi rasmda biz oldi tarafdagi to'shiklarni ko'rgandik, hamda keyingi tarafdagi to'shiklarni ko'ryapmiz. Yana o'xshash bu to'shiklarni foramina sacralia posteriora deb ataymiz. Bayam texi oldidikisini nima deb ataydiganimizni o'rgangandik. Faqatlam posterior degan yerning o'rniga anterior keslan bo'ladi. Endi birlikte umutqi tövrükümüzün en axırqı parçası bo'lgan os koksigiz sönkünü ko'rib chiqaylik. Bunu biz quyruq sönkü deb ataymiz. Bu quyruq sönkünü vertebra koksiga degan 4 yoki 5 tane umurtqa shakllantirdi. Bu o'xshash bir-bir bilan birlashib ketgan. Ko'pincha vaqtida 4 tane bo'ladi. Mana shu yeshil rangda ko'rsatilgan so'ng, ya'ni bizning 9 ko'z sönkümüz bilan miyada bo'g'im hosil qilib Muşdan keyingilam ulangan muş so'ngakni biz quyruq so'nki deb ataymiz. Endi bu quyruq so'nkimizda birdan bir bilib oladigan narsamiz nima deganda, mana hozir ko'rsatgan miyadagi munguzdek usti qarab chiqqan mush. Bu yani biz cornucoccygeum deb ataymiz. Ya'ni quyruq so'nkimizning munguzi. Umurtqa to'rigimizning tuzgan 5 xil umurtqalar bilan tanishib chiqqandik. O'tgangi soatlik darsimiz bilan birlashtirib, bugungi soatlik darsimizni bir yig'inchoqlaydik. Men tutgan, men so'rgan yerlarning ismini birlikda xatirlashga tirishib baqaylik. Unda biz qaranglar. Biz boshda bu birinchi rasmninki mush shakli qarablam qaysi umurtqaligini bilalaymiz. Vertebra thoracika shunaqo nimishqa? Chunki bu vertebra thoracikaning korpusdimi va miyadagi processus transversuslardan nima qilgan yuzi borga, boshqalar bilan bo'g'im shakllantiradigan yuzi borga. Bu bo'g'im shakllantiradigan yuzlar nima bilan shakllantiradi bo'g'imni? Bizning qovurg'alarimiz bilan shakllantiradi. Shunlashqa mashina shundaq jiq yuzi bordi. Şu bunu bir qarablam biz nima deymiz? Vertebra thoracika, yani bizning ko'krak umurtqamiz deymiz. Unda bo'lsa, mana shu rasmdagi yeshil rangli bo'yalgan yana mishanati pediculus arcus vertebra shunaqa. Unda bo'lsa, yeshil rangli lamina arcus vertebra. Pediculus arcus vertebra bilan lamina arcus vertebra birlashib nani shakllantiradi? Mana miyadagi arcus degan cho'ng yani shakllantiradi shunaqa. Unda bo'lsa, 3-rasmimizga qarasanlar, qarablam qaysi umurtqa deymiz? Bel umurtqasi deymiz shunaqa. Chunki bel umurtqamizda miyadagi kichik o'sikchi bor. Bu yerdagi o'sikchining ismi nimati? Processus accessorius shunaqa. Uningdan boshqa
Mana bu yerdə yana azraq kiçik bir öskücü bardı. Bunun ismi nimədir? Processus mammillarisdir. Undaq olsa, mana bu yeşil rəngdə göstərilən, yəni biz nimə dep atayımız? Yan tərəfə çıxan öskücü bolğanlıq üçün processus transversus dep atayımız. Mana bu şu processus accessorius bilan processus mammillaris bolğanlıq üçün bunu biz bir qaraplam vertebra lumbalis, yəni bizning bəl umurtqamız deyimiz. Dima rəsm qarsanlar nurgun yenə qum şəkilləndirdiğin yüzü bolğanlıq üçün vertebra thoracika deyimiz. Dima kögən yeşil rəngdə sizgən bu yəni nim deyimiz? Bizning processus spinosus dep atayımız şunaqı. Amma rəsmi qarsanlar yenə oxşaş qaraplan bunu vertebra thoracikalıqı mana mən dep məlum. Dima yeşil rəngdə sizgən yəni nim deydik? Processus transversus dep ataydık. Dima rəsm qarsanlar biz bunu bir qaraplan nim deyimiz? Bizning servikal vertebra, yəni boyun umurtqımız deyimiz. Nimiş bunda deyimiz insanlar mana servikal vertebralarda başqa vertebralarda da yox bolğan foramen transversum batdı şunaqı. Ondan başqa nim batdı? Mana processus spinosus qandati çatal şəklindədir. Demək bunu bir qaraplan biz servikal vertebra ikənliyi hökm qılalıq. Əmdi ma rəsm qarsanlar. Bir vertebranın incisura vertebralis superius bilan yeni bir vertebranın incisura vertebralis inferiosi birleşib mana mayədəki yeşil rəngdəki töşükni asıl qıladı. Bu töşükni aslı nimdir? Foramen intervertebrala, yəni vertebralar arasındakı töşük deyən gəpdir. Bunu unutub qalmasınız gerek. Bu töşüklərdən nimələr çıxartdı? Bunu nerv sistemimizdə qatdıq sözləyimiz. Mana şu foramen intervertebralardan bizning nervlərimiz çıxıdı. Keyindəki iki slaydda kəsbdaşlarımızdan faydalanışı üçün mana şunda Xitayca və Uyğurca anatomik tüzlüklərinin silişdirmuluq rəsmi verildi. Videonu toxtub qoyub bir silişdirib kör baxsanlar buldu. Xitayca və Uyğurca silişdirmuluq rəsmini köygəndən kin və bizning latinca atalıqlar bilan ötüyotgan bu dərsimizni köygəndən kin Uyğur tilinin ifadələşdə nə qədər boy ikənligini qaytadan bir qaytam his qıla alayımız. Şundaq kəsbdaşlar, bugünkü dərsimiz müşədə axırlaşdı. Hammalar üçün mənfəətli bolışını tiləyirəm.